Salam aleykum. Butanı biz izomerləşdirək. Karbon H2, karbon H2, karbon H3 və buradan izobutan alınacaq. Yazıram deməli butan. Belə yazaq. Karbon H3, karbon H2, karbon H2, karbon H3. Bir də belə yazaq. Karbon H3, karbon H3, karbon H3. Başlanğıc yazıram, sərf yazıram, bir də son yazıram. Bunların qarşısına naməlum bir işarə yazaq əmsalına. Yəni bunun başlanğıcını bilmirəm. Ancaq solda duran əmsalı qədər sərf olur. Qaldı A minus N. İzobutan əvvəl yox idi. Sonda da əmsalı qədər alındı. Və burada deyir ki, birlik karbon, qarşılıqda birlik karbon sayı. Birlik karbon burada 2 dənədir. A minus N-ə vuranda 2A minus 2N edir. Burada 3 dənədir. N-ə vuranda 3N edir. İkili karbon burada 2 dənədir. Vururam yenə A minus N-ə. 2A minus 2N burada yoxdur. Deyir 2 dəfə çoxdur. Yuxarıda deməli 2A plus N bərabər 2 vurulur bura. 4A minus deməli 4N. Buradan 5N bərabərdir 2A-ya. Buradan da biz tapacağıq. N bərabərdir. Deməli 2A böl 5, o da 0,4A eləyəcək. Deməli N'in yerinə nə yazıram bura? 0,4A. Deməli A'nın 0,4A'sı sərf olub. Yəni çıxım 0,4A böl A vur 140% edəcəkdir.